Qızılbuta Şadlıq Sarayı. Ünvan Çobanzadə 32. Telefonlar 050 331 49 24, 050 435 55 55, 012 370 30 33. Bakı Dövlət Universitetinin məzun gününə həsr olunmuş konsertə başlayırıq. Ocağında alışdığım, qucağında isindiyim, qoynunda boya başa çatdığım, ağlım, fikrim, hikmətim, universitetim. Xalqımın nur qaynağı, millətimin işıq məbədi, elmimin, təhsilimin ümid yeri, halal haqqım. Azadlığımın yorulmaz carçısı, müstəqilliyimin ilk dayağı,
mübarizəmin ön səngəri, mənəviyyatımın ləkəsiz aynası, böyüklüyüm, cəsarətim, Kövrək hisslərimin danışan dili, zərif duyğularımın tərcümanı, sevən sevilən çağlarımın şahidi, sevgim, məhəbbətim, Yuxsuz gecəm, narahat gündüzüm, gərgin imtahanım, dəli dolu gəncliyim, qaynar tələbəliyim, heyrətim, qeyrətim, universitetim. yazan adlanan həvəsim, şeirim, şeiriyyətim, Universitetim. Ali məktəbim, böyük mətləbim, elmim, ədəbim, çağlayan təbim, ulu sevgim, təmiz niyyətim, universitetim. Dünyaya açılan pəncərəm, həyata uzanan qollarım, varlığa vurulan gözlərim, ən dadlı nemətim, ən şirin qismətim. Yataqxanası evim, çarpayısı taxtım, yeməkxanası duzum çörəyim, çayxanası məclisim məşvərətim. müəllimi atam, müəlliməsi anam, tələbəsi qardaşım, bacım, alimi, ustadım, şairi, istedadım, dəhlizi, otağı xatirəm. Heç vaxt yadımdan çıxmayan, küsəyən bir qızın titrəyən dodağı xatirəm. Saralmaz səmənim, solmaz çiçəyim, yamyaşıl cənnətim. Laylam, bayatım, 4 illik əfsanəm, ad günüm, şad günüm, şənliyim, büstanım, koordinatorlu, tutorlu həyatım, bir təhər aldığım 51 balım, əla qiymətim. Universitetim. Arzunu, istəyi göyərdən bitirən, insanı qaldırıb Allaha yetirən, keçmişi, dünəni bugünə gətirən, ən böyük şərəfi çiyninə götürən, tarixi qələbəm, tarixi şərəfim, universitetim. Sən mənim gözümdə Allahdan aşağı hər şeydən ucasan. Güclü bir cavansan, müdrik bir qocasan. Sən mənim dilimdə ən gözəl qafiyə, ən şirin hecasan. Özün çox ucasan, məni də ucasan. Daha da genişlən, dünyaya qollar aç, dünyanın qəlbinə işıqlı yollar aç. Yazda da, qışda da çiçəklən güllər aç. Bürüsün dünyanı, götürsün cahanı, ətrin, təravətin, universitetim. həyatın açarı bilikdir, ağıldır. Biliksiz xoşbəxtlik xəyaldır, nağıldır. Yaradan kişidir, yaradan oğuldur. Mən səndə dahilər görmüşəm, od alıb günəşdən. Mən səndə oğullar görmüşəm, nəsillər qızınıb. Alimlər görmüşəm, bağban tək zövq alıb barından. Əridib ömrünü şam kimi, saçları rəng alıb dağların qarından. Adınla, sanınla, şərəfin şanınla böyüyüb torpağım, nurlanıb vətənim, ucalıb millətim. Universitetim. Qibləmsən, Yönümsən, Səsimsən, ünümsən, ən nurlu taleyim. ən gözəl günümsən. sənindir qulluğum. Sənədir zəhmətim. Universitetim, universitetim, universitetim. Əziz efir qarşısında bizi izləyən tamaşaçılar, əziz məzun dostlar, hörmətli qonaqlar. Bugün Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan Bakı Dövlət Universitetinin məzun gününə toplaşmışıq. Nəinki respublikamız, həmçinin əksər dünya dövlətləri üçün 120 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlamış universitetimizin məzun gününü böyük təntənə ilə qeyd edirik. Təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqinin ilk dünyavi ali təhsil ocağı olan, regionun ən nüfuzlu universiteti sayılan Bakı Dövlət Universitetini bitirməklə hər birimiz böyük qürur duyuruq. Yarandığı 1919-cu ildən bəri burada dəfələrlə son zəng çalınmış. Onu bitirən məzunlar arasında dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər yetişmişdir. Elə həmin şəxsiyyətlər arasında xüsusi yer tutan və universitetimizin şöhrətini dünyaya tanıdan Azərbaycan xalqının dahi oğlu,
Ümummilli lider Ulu Öndər Heydər Əliyev də 1957-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. Və bizim hər birimiz üçün böyük fəxr, qürur və məsuliyyətdir ki, Heydər Əliyevin məzun olduğu universitet. Yadındadırmı? Hər şey məhz 4 il bundan öncə 2007-ci ildə başlamışdı. Arzusunda olduğumuz universitetə daxil olmuşduq. Fuad, əlbəttə yadımdadır. Həmin günü heç unutmaq olar. İlk dəfə 2007-ci ildə universitetə daxil olanda tədris günlərinin ilk günlərində universitetdə 22 akademik, 14 millət vəkili, 300 professor, 50 nəfərə yaxın əməkdar elm xadimi, neçə dövlət mükafatı laureatı, dünya şöhrətli alim, şanlı şöhrəti olan, şanlı şərəfli tarixi olan universitetdə daxil olmağıma çox sevindim və düşündüm ki, görəsən mən bu universiteti adına uyğun, layiqincə oxuyub bitirə bilərəmmi? Amma sonra burada müəllimlərin bizə göstərdiyi qayğı, bizə olan diqqətləri məndə olan özgüvəni artırdı və mən artıq məzunam. Elə mən də öz növbəmdə bütün məzun dostlarımı təbrik edirəm. Və bir şeyi unutmayaq ki, Respublikamız qloballaşan dünyada artıq öz yerini tutmaqdadır. Azərbaycan mədəniyyəti və incəsənəti UNESCO-da ən yüksək səviyyədə qiymətləndirilir. Avrovision'dakı qələbəmiz Azərbaycanı Avropanın mədəniyyəti mərkəzi kimi tanıdır. İdman və iqtisadiyyat sahəsində qazanılan uğurlar, aparılan düzgün siyasət xalqımızı daha da yaxından tanıdır. Buna görə də Bakı Dövlət Universitetində oxuyan hər bir tələbə çalışmalıdır ki, rektor və müəllimlərimizin bizə olan etimadını doğruldaraq, ölkəmizi elm və təhsildə də dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirək. Və bu gözəl gündə bizimlə birlikdə iştirak edən hörmətli rektorumuz akademik Abel Məhərrəmova, universitetin bütün rəhbərliyinə, dekanlarımıza, müəllimlərimizə, bizim kamil olmağımız üçün yaratdıkları şəraitə, öyrətdikləri biliklərə, çəkdikləri əziyyətlərə, verdikləri gözəl təlim tərbiyəyə görə çox sağ ol deyək və onları alqışlayaq. Elə sizin bu alqış sədalarınız altında sizin icazənizlə səhnəyə universitetimizin rektorunu və digər qonaqlarımızı dəvət edirik. Məzunlarımızı təbrik etmək üçün sözü Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmova veririk. Alqışlayaq, alqış. Əziz məzunlar, hörmətli valideynlər, əziz müəllimlər, tələbələr, ilk növbədə hər birinizi bu tarixi gündə bu qocaman elm və təhsil ocağında səmimi qəlbdən salamlayıram və üzümü məzunlara tuturam. Əziz məzunlar, bayramınız, məzun gününüz mübarək olsun deyirəm. Bəli, bugün Bakı Dövlət Universitetinin həyatında tarixi və əlamətdar günlərdən biridir. Növbəti dəfə, bəlkə də daha dəqiq desəm, 90-cı dəfə məzunlara
həyat estafetası veririk. Yeni həyata yola salırıq. Yolunuz uğurlu olsun deyirəm. Yaxşı yol olsun. Bəli, 8 ildən sonra biz Bakı Dövlət Universitetinin Azərbaycanın ilk ali təhsil ocağı olan bu universitetin 100 illik yubileyini qeyd edəcəyik. Və öncədən deyirəm ki, bu yubileydə sizi görməkdə məmnunluq sizi duyacağım. Hər birinizi o yubileyə dəvət eləyirəm. Ötən bu illər ərzində Bakı Dövlət Universiteti 150 mindən çox yüksək ixtisaslı kadrlar həm Azərbaycan xalqı üçün, Azərbaycan cəmiyyəti üçün, həm də bir çox xarici dövlətlər üçün kadr hazırlığı başa çatdırmışdır. Və növbəti ildə də statistik məlumatı sizə vermək istəyirəm. 4500 tələbə bu il, bu dəfə, bugün Bakı Dövlət Universitetindən məzun adı qazanırlar. Təbrik edirəm hər birini. Eşq olsun məzunlarımıza. Mən əminəm ki, onlar Azərbaycan bayrağını həmişə yuxarıda tutacaqlar. Mən buna tam əminəm. Əziz məzunlar, əziz balalar, biz də sizi kimi həyəcanlıyıq. Neçə illərdə bir-birimizə öyrəşmişik. Ancaq bugün sizi şərti yola salırıq. Ancaq bilin ki, universitet qapıları həmişə sizin üzünüz açıqdır. Həmişə gələ bilərsiniz. Mən də sizi kimi həyəcanlıyam. Bir yerdə problemlərimiz də olub, həll eləmişik, bir-birimizə kömək olmuşuq. Ağrılı-acılı günlərimiz, uğurlu günlərimiz çox olubdur. Nəhayət, əl-ələ verib, Azərbaycan elminin təhsilinin inkişafı yolunda siz məzunlarla çox iri addımlar atmışıq. Eşq olsun məzunlarımıza. Mən fəxr edirəm ki, 4500 məzunun, yəni hər 5 təqribən məzundan biri Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirir. Eşq olsun bu tələbələrə. Əziz məzunlar, siz çox şeylə fəxr edə bilərsiniz. Ancaq bu atributların zirvəsində bir məsələ durur. Birinci, siz Azərbaycanın ən klassik, ən birinci universitetinin məzunusunuz və onunla fəxr eləməlisiniz ki, siz Azərbaycan xalqının ümmümilli lideri Heydər Əliyevi bitirdiyi Bakı Dövlət Universitetinin məzunlarısınız. Eşq olsun sizlərə. Siz fəxr eləməlisiniz ki, bugün Azərbaycan iri addımlarla irəliləyir. Eurovision'da əgər bugün Azərbaycan xalqı 9 milyonluq Azərbaycanlı Respublikamız 800 milyon Avropa müstəvisində hamına itələyərək yüksək bayrağımızı yüksəklərə qaldırırıqsa, deməli biz elm təhsildə də bu bayrağı qaldıracaq. Bu yolda sizə uğurlar arzu edirəm. Əziz balalar, bütün bu onu göstərir ki, Azərbaycan xalqı iri addımlarla irəliləyir. Mən həmişə xaricdə oluram, qoy bu da sizin yadınızda qalsın. Mən çıxış edərkən birinci göstərirəm ki, Azərbaycanda torpaqlar işğal olunub, 1 milyon qaçqınımız, köçkünümüz var. İkinci dəfədə müharibə şəraitindəyik. Sonraki şəkillərdə göstərirəm ki, Azərbaycan iri addımlarla inkişaf edir. İqtisadi inkişaf dinamikamıza görə dünya dövlətlər sırasında birinci yerdə öndə gedirik. Regionda hegemon dövlətə, güclü dövlətə çevrilmişik. Bu reallıqdır. Mənə sual verirlər. Bir tərəfdən müharibə, bir tərəfdən inkişaf. Ona görə bu suala cavab vermək asandır. Eyni zamanda çox asandır. Bunun kökündə Heydər Əliyev siyasəti durur. Eşq olsun Azərbaycan xalqının ümmümilli liderinə. Heydər Əliyev eşq olsun. Xoşbəxt o xalqdır ki, onun ümmümilli lideri var. Xalq daha çox xoşbəxtdir o halda ki, ümmümilli liderin siyasi kursu ölkədə uğurla aparılır. Bax, bugün şəhlənən Azərbaycanda möhtərəm prezidentimiz Cənab İlham Əliyevin əvəzsiz xidmətləri var.
Eşq olsun Azərbaycan prezidentinə. O harada olursa olsun bizim başımız ucu olur. Millətin, xalqın təsibini çəkir. Biz inkişaf edirik. Əziz balalar, problemlərimiz də var. Gizlətmək lazım deyil. Ancaq yadınızda saxlayın. Siz gözəl bir dövrdə yaşayırsınız. Gözəl bir dövrdə məzun olursunuz. Sizə həm dövlət qayğısı var, həm millət, xalq qayğısı var. Mən əminəm ki, əziz məzunlar, harda olmağınızdan asılı olmayaraq, siz Azərbaycan bayrağını, Bakı Dövlət Universitetinin adını həmişə yüksəklərdə tutacaqsınız. Mən buna əminəm. Mən buna əminəm ki, siz gənclər Azərbaycan bayrağını Dağlıq Qarabağa sancacaqsınız. Mən buna tam əminəm. Biz hər şeyi başaran millətik. Müharibə də edə bilərik. Biz azadlıq istəyirik. Biz torpaqlarımızı azad etmək istəyirik. Biz oxumaq istəyirik. Öyrənmək istəyirik. Biz qlobal cəmiyyət tələbinə Bologna prosesinə niyə qoşulduq? Qoşulduq ki, hər bir Azərbaycanlı gənci də dünyanın aparıcı dövlətləri kimi istənilən universitetdə təhsil ala bilsinlər. Bugün tələbələrə dövlət qayğısı həddən artıq yüksəkdir. Siz əmin olun, məzun olursunuz. Hər bir məzun Azərbaycan prezidenti Cənab İlham Əliyevin və onun ətrafında olan dövlət strukturlarının fərdi nəzarətindədir. Siz hər biriniz Bakı Dövlət Universitetində probleminiz olsa, bəli, probleminiz var. O problemlərlə həmişə müraciət edə bilərsiniz. Sabah da, bürsündə, o bürsündə mən hər birinizin probleminlə həll etmək üçün yolunuzu gözləyirəm. Bir daha bu böyük bayram münasibətlə, məzun günü münasibətlə bütün tələbələrimizi, valideynlərimizi, gələn qonaqları təbrik edirəm. Yolunuz açıq olsun, uğurlu olsun, eşq olsun məzunlarımıza. Əziz məzun dostlar, hörmətli qonaqlar, bu il Bakı Dövlət Universitetini bitirən 4000-dən artıq məzundan təxminən 700 nəfəri fərqlənmə diplomuna layiq görülmüşdür. Və rektorumuz Abel Məhərrəmov həmin tələbələrin valideynlərinə təşəkkür məktubu yazmışdır. Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun fərqlənmə diplomu olan məzunların valideynlərinə yazdığı məktubu oxumaq üçün söz verilir. Sosial Elmlər və Psixologiya Fakültəsinin məzunu Mədətova Cavahirə. Hörmətli valideyn, Bakı Dövlət Universitetinin rektorluğu
bütün professor müəllim heyəti adından və şəxsən öz adımdan sizə ləyaqətli övlad yetirmiş bir insana dərin minnətdarlığımı bildirirəm. Sizin övladınız universitetdə təhsil aldığı müddətdə özünü ağıllı, vətənpərvər, yüksək təhsil göstəricilərinə malik, təmkinli, bütün xüsusiyyətlərinə görə əsl universitet tələbəsi, Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi göstərmişdir. Sizin ailədə yaratdığınız sağlam mühitin və tərbiyənin övladınızın istedadının nəticəsidir ki, o, universitetin sevimlisinə çevrilmiş, elm və təhsil yollarında mətanətlə irəliləyərək hamının hörmətini qazanmış, regionun ən nüfuzlu ali məktəbi sayılan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Mədəni və nəcib, yüksək intellektual səviyyəli və müasir dünya görüşlü övladı boya-başa çatdırdığınıza görə sizə bir daha təşəkkür edir. Müstəqil Respublikamızın, tərəqqipərvər xalqımızın xoşbəxt gələcəyi naminə sizə və övladınıza can sağlığı, daha böyük sevinclər arzulayıram. Dərin hörmətlə Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov. Bu il Bakı Dövlət Universitetini bitirən hər fakültədən 2 nəfər fərqlənmə diplomu almaq üçün dəvət olunurlar. Onlara təntənəli surətdə diplomları təqdim olunacaq. İlk öncə Mexanika Riyaziyyat Fakültəsindən Salamova Aysel Sahib qızı. Hüseynova Afaq Füzuli qızı. Təbrik edirik. Əziz məzun dostlar, sakit durmayaq. Bu hər birimizin fəxridir. Təbrik edirik. Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsindən Novruzova Pərvanə Fikrət qızı. Maksudova Təbrik Nərminə edirik. Aris qızı. Maksudova Nərminə. Uşaqlar, tələbə yoldaşlarımızı alqışlayaq. Onlar bizi təmsil eləyir burada. Fizika Fakültəsindən Baloğlanova Şəhla Namiq qızı. Təbrik edirik. İsayeva Fidan Əjdər qızı. Təbriklər. Kimya Fakültəsindən Hacıyeva Yetər Sabir qızı. Kimyaçılar, hardasınız? Səsiniz gəlmir. Axundova Fidan Nurəddin qızı. Alqışlayaq. İndi isə növbə biologiyadadır. Biologiya Fakültəsindən Səfərova Könül Rəsul qızı. Diplomu təqdim edir Dövlət və Torpaq Çəkmə Komitəsinin sədri Qərib Məmmədov. Heydərova Aysel Natiq qızı. Təbrik edirik. Uşaqlar, əl salın, təbrik eləyin uşaqları. Coğrafiya Fakültəsi Salamova Əhyə Nəsirbala qızı. Sadıqova Məlahət Bəhram qızı.
Geologiya fakültəsindən Qurbanov Elvin Baxçalıoğlu. Bünyadzadə Səmaya Kamran qızı. Təbrik edirik bütün məzunlarımızı. Filologiya fakültəsindən Əliyev Aygün Ağəddin qızı. Diplomu Təhsil Nazirinin müavini Cənab Elmar Qasımov tədbir edir. Əl salın uşaqlar. Tahirli Gülnar Çingiz qızı. Tarix fakültəsindən Sadıqova Günay Namiq qızı. Həsənov Tural Qeyrətoğlu. Təbrik edirik bütün məzunlarımızı. İndi isə Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq Fakültəsindən Aloyeva Kəmalə Tofiq qızı. İsmailov Mehdi Nazimoğlu. Sıra çatdı Hüquq Fakültəsinə. Həsənli Nərmin Müşfiq qızı. Nuriyev Anar Nazimoğlu. Hüquqçular səsiniz gəlmir, niyə təbrik eləmirsiniz tələbə yoldaşımızı? İndi isə sıra Jurnalistika Fakültəsinindir. Tağıyeva Xədicə Məmmədağa qızı. Təbrik edirik. Hüseynova Mətanət Məhərrəm qızı. Eşq olsun Jurnalistika Fakültəsinə. İndi isə sıra çatdı Kitabxanaçılıq və İnformatika Fakültəsinin məzunlarına. Diplomu təqdim edəcək Yap Yasamal rayonun təşkilatının sədri Professor Fikrət İsayev. Nəzərəliyev Elnur Adiloğlu. Hüseynov Nübar Zabitov qızı. Ekologiya və Torpaqşünaslıq Fakültəsi Əmirova Xədicə Pərviz qızı. Təbrik edirik. Qeyd edək ki, Xədicə magistraturaya qəbul olub bugün. O münasibətlə də bir daha təbrik edirik. Hacıyeva Şəfa Faiq qızı. Buna deyil, telefon çaldı. Yaxşı, buna. Sosial Elmlər və Psixologiya Fakültəsindən Mədətova Cəvahir Sübhan qızı. Və mənim aparıcı həmkarım Ekologiya və Torpaqşünaslıq Fakültəsindən İskəndərov Əli Əlağaoğlu. İndi isə diplomu təqdim eləmək üçün hörmətli rektorumuzu dəvət edirik. İlahiyyat Fakültəsindən Musayev Elnur Kərimoğlu. Uşaqlar, alçalın, alqışlayın tələbə yoldaşımızı. Tayyibova Zeynəb Tofiq qızı. Və Sosial Elmlər və Psixologiya Fakültəsindən mənim aparıcı həmkarım Bayramov Fuad Sübhan İbrahimoğlu
Və Fuad da bugün magistraturaya qəbul olub, o münasibətlə də Fuadı təbrik edirik. İndi isə tələbə həmkarlardan Məmmədov Vüsal Salmanoğlu. Və Hacıyev Sahil Niyazioğlu. Bütün məzunlarımızı bir daha təbrik edirik. Eşq olsun Bakı Dövlət Universitetinin məzunlarına. Yaşasın Bakı Dövlət Universiteti. Universitetimizin adını həmişə yüksəklərdə tutasınız. Bu il Bakı Dövlət Universitetini bitirən və universitetimizin adını həmişə uca tutmağa hazır olan məzunların andını oxumaq üçün söz verilir. Kitabxanaçılıq və İnformatika Fakültəsinin məzunu Nəzər Əliyev Elnura. Mən bugün Azərbaycan Respublikasının ilk ali məktəbi olan Bakı Dövlət Universitetini bitirərkən şanlı ənənlərə malik bu elm məbədgahında hörmətli rektor, dəyərli professorlar və müəllimlər və əziz tələbə yoldaşlarım qarşısında təntənəli surətdə and içirəm. Azərbaycan elminə, maarifinə və mədəniyyətinə çıraq tutan, şərqlə qərbin qovuşuğunda yaranan, xalqımızın şöhrətlənməsində, tərəqqisində, dünya elminin və təhsilinin inkişafında əhəmiyyətli rol oynayan Bakı Dövlət Universitetinin şərəfini hər yerdə və hər zaman uca tutacağam. Universitetdə qazandığım bilikləri yalnız xalqımın tərəqqisinə, xoşbəxt gələcəyinə, gənc nəslin humanist ideyalarla zənginləşməsinə və elmi tərbiyəsinə sərf edəcəyəm. Azərbaycan ziyalısına xas olan bütün nəcib keyfiyyətləri müdafiə edəcək, elmimizin inkişaf etdirilməsi, onun dünya elminə inteqrasiyası, dünyanın qabaqcıl elm mərkəzləri ilə daha sıx əlaqələrin qurulması uğrunda çalışacağam. Azərbaycanlı olmağı ilə hər zaman fəxr edən, ləyaqətli vətəndaş və ölkəmizin bugünkü iqtisadi inkişaf dinamikasına layiq yetkin mütəxəssis olacağam. And içirəm, and içirəm, and içirəm. Hörmətli məzun dostlar, hörmətli qonaqlar, indi isə tədbirimizin sponsoru olan Parabankı, onun nümayəndə heyətini, məzun dostlarımızı və qonaqlarımızı təbrik eləmək üçün onlara söz verilir. Əl çalaq bizim sponsorlarımızı. Əziz məzunlar, ilk öncə biz Parabank adından hörmətli rektor Abil Məhərrəmov başda olmaqla bütün professor müəllim heyətini buradan salamlayırıq və təbrik edirik. Onlara bu yolda sizlərə bəxş etdikləri keyfiyyətli təhsilə görə dərin minnətdarlığımızı bildiririk. Əziz məzunlar, sizləri də bugün həyatınızda ən önəmli mərhələsindən birini uğurla başa vurmağınız münasibət